Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillah. Ama ba'd. Bilirsiniz ki, qeybət haqqında danışırıq həmişə. Və insan bilməlidir ki, yəni danışanda onun məsuliyyət yüklənir ona. Hər bir məsələyə görə, yəni o sorumludur. Və ona görə də yəni insan danışanda çox ehtiyatlı olmalıdır. Xüsusən də adamlar haqqında danışanda. Çünki onlar hamısı sənin üçün yazılır. Biz məsələn qeybət haqqında, onun şərtləri haqqında danışmışdıq. Və bu insanın, yəni ondan başqa danışdıqları şey, yəni qadağandır. Ona görə də insan hər bir məsələdə ehtiyatlı olmalıdır danışanda. Və bir məsələ var. İbn Əbi Kəsir rəhmətullahi aleyhinin, yəni bu çox qorxulu bir sözdür. Yəni insanı qorxuzur həqiqətən də. Qiyamət günü qullar deyiləcək ki, adama deyiləcək ki, qalx, get filan kəsdən haqqını al. Deyəcək ki, mənim ona heç bir haqqım yoxdur. Yəni o tanımır. Və yaxud da onu oturub durmayıb, heç bir iş görməyib. Yəni ona nə ola bilər ki? Deyir, yox, get. O vaxt səni filan vaxtı belə bu cür şeylərlə nəyib, xatırlayıb, danışıb sənin haqqında. Sən təsəvvür elə ki, qiyamət günü sən heç bir adamla nə oturmamsan, nə durmamsan və yaxud da ona heç bəlkə salam-kəlam da kəsməmsən və yaxud da yəni, elə bir nəsə bir iş görməmsən ki, sənin haqqın olsun və yaxud da onun haqqı olsun sənin üzərində. Və qiyamət günü gələcək adam, bilirsiniz ki, o dünyada heç bir veriləcək bir şey yoxdur. Savab əməllərindən başqa. Və yaxud da alınacaq bir şey yoxdur. Nə pul var, nə qızıl var, nə var, dövlət var, heç bir şey yoxdur. Sadəcə əməllərdir. Və ona görə də deyir, gel, sən filan kəsdən haqqı al. Və o səni filan vaxt o cür xatırlayıbdır. Yəni qeybət eləyib, sənin haqqında danışıb. Sən xoşlamadığın bir şey haqqında danışıbdır. Ona görə, yəni bu təhlükəli bir şeydən çəkinmək lazımdır, ehtiyatlı olmaq lazımdır. İnsan doğrudan da, xüsusən də indiki vaxtda nə gəldi danışır, kim haqqında gəldi danışır və bilmir ki, onlar hamısı yazılır. Yəni çox bir təhlükəli bir vaxta gəlmişik, çünki indi danışmaq yəni, çox rahatdır, yəni bir tanınmaq çox rahatdır. Yəni, hardansa heç tanımadığın, bilmədiyin adam haqqında başlayırsan danışmağa, rəy bildirməyə. Çünki məlumat tez satır. Yəni, həmin adamlar haqqında. Yəni, vaxt, xəbərləşmə tezləşib. Bəlkə əvvəllər belə heç tanımırdın, bilmirdin kim var, hardadır. Amma indi hər kəsi tanıyırsan. Və başlayırsan danışmağa, təhqir eləməyə. Və sən təhlükəlidir. Və ona görə də insan qeybətdən başqa da ehtiyatlı olmalıdır. Nəsə danışırsansa, ümumiyyətlə qeybət nədir? Bir şeyi, qardaşının xoşlamadığı bir şeyi danışmaq. Əgər o da varsa, yoxdursa, ona böhtan atmış olursan. Yəni, hər iki halda da günah daşırsan. Ona görə də insan danışığına fikir verməlidir. Xüsusəndir, görürsən, otururlar, rəy bildirirlər, yazırlar. O fikirləşmir ki, onun əməl dəftərinə yazılır bunlar hamısı. Öz əməl dəftərini yazır. Kim gəldi, bu da başlayır, tanımır, bilmir kimdir. Doğrudan da o işi görüb, görməyib və yaxud da o həmin adamdır. Kimsə məsələn qoyur bir dənə xəbərlər saytına və yaxud da harasa və sən də başlayırsan, danışmağa, döşüyürsən və bilmirsən ki, sən onların hamısını öz əməl dəftərinə yazdırsan. Onlar sənin üçün qeyd olunur hamısı və onlara görə hamısına görə cavab verəcəksən. Yəni, ən təhlükəli şey insan üçün dildir. O, dilinin bəlasına görə cəhənnəmə sürünərək atılır. Ona görə də həm özümə, həm sizə tövsiyə odur ki, ehtiyatlı olmaq lazımdır. Çox ehtiyatlı olmaq lazımdır. Kim haqqındasa danışanda. Elə bilmə ki, sən danışdın və səlam, qutardı, getdi. Və yaxud da ümumiyyətlə heç vaxt unutma ki, nə danışırsansa, nə edirsənsə, nə iş görürsənsə, onlar hamısı qeydə alınır və onlar sənə qiyamət günü birər-birər göstəriləcəkdir və səndən haqq hesab tələb olunacaqdır.
Heç vaxt. İnsan bilinib onu bilməz. İndi görürsən ki, nə cavan bilinmir, nə qoca bilinmir. O vaxtı, yəni, belə deyə də, çox ehtiyatla danışardılar. Hər sözü danışmazdılar. Çox belə yayınlar çoxalıb indi. Tez yayılır. Ehtiyatlı olmaq lazımdır. Allah bizi qorusun. Allah bizə rəhm eləsin. Allah Subhanahu taala bizi xeyir üzərində eləsin. Allah bizi bağışlasın. Allah Subhanahu taala bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah rəhm eləsin. Subhanakallahumma bihamdik. Nəşhədu an la ilahe illə entə nəstəğfiruke.